Ətsiz o qədər ləzzətli bir kotlet resepti deyirəm ki, çox dadlıdır da. Soğanı xırda-xırda doğrayıb qovururuq duru yağda. Kökü də çorkadan keçirdib soğanla bir qovururam, qoyuram bir kənara. Boyat qreçkanı da, bişmiş boyat qreçkanı əlavə eləyirəm blenderın içinə. Əgər belə blenderınız yoxsa, əl blender varsa onunla da olar. Və qovrulmuş soğanla kökü də əlavə edirəm. Yumurta da vurduqdan sonra tam blenderdan keçirdirəm. Daha sonra əlinizi yaş edin, mütləq əlinizi suya batırıb, kotletlər tutun əlinizdə və suxarıya da batıra bilərsiniz. Suxarı olmasa da olar. Ondan sonra duru yağda o yüz bu yüz qızardın. İnanın səmimiyyətimə, o qədər ləzzətli bir kotletdir ki, yəni bunu yeyən heç kəs deyə bilməz ki, bunun tərkibində qreçka var. Ya hinduşka əti deyəcəklər, ya balıq əti deyəcəklər. Çox dadlıdır. Mütləq hazırlayın, mənə sağ ol deyəcəksiniz.